Susmaqla çoxlarını məhv etmişəm. Susmaq onları yerdən yerə vurur. Susmaq lazımdır. Bu camiədə olan da, olmayan da var. Bu sözləri əməkdar artist Vasif Məhərrəmli gün ortası verilişində deyib. Müğənni qalmaqaldan uzaq olduğunu bildirib. Məhərrəmli əlavə edib ki, insanlardan susmaqla intiqam alır. Vasif Məhərrəmli aparıcı Zümrüd Bədəlovanın Ayan Babakişiyevaya Ayan elə bir qadındır ki, sözünə irad tutub. Yarama toxunan bir şey oldu. Qadın yox, xanım deməlisən. Xanım müraciət formasıdır. Biri zəng edir. Soruşuram, xanım, adınız necədir? Qayıdır filankəs xanım. Az mən sənə xanım dedim da, denən filankəs. Bəlalı yerimizdir. Dilimizdə c, ç, iyrənc formada başalıb gedir. Bu şeylər efirdə, mahnılarda, bəzi müğənnilərin, xanəndələrin dilində səslənir. Çəmən, çiçək baş alıb gedir, deyə Vasif Məhərrəmli əlavə edib.